Adi Bakıya gəlmişdi. Biz yerdə oturmuşduq restoranda. Restoran kimi bir yer idi. Məni gördülər, salamlaşdılar. Biri o nədir ki, o bütün günü bal. Sən Allah o Vidadinin balı təmizdir ya. O belə göstərdim ki, özündən soruş. İndi dedim Vidadi sən gördün ki. Yazıqlar qaşıqla da yoxluyur. Hər cür yoxluyur. Amma çox maraqlıdır ki, yəni inanmayanlar inanmır da. Kustar üsulundan istəyirsən laborator qaydada yoxla, bu adam verirəm də 2 qayda. Həm də 400 neçə yeşik onun arısı vardı. 450 yeşik deyil. Sən də olmusan da deyəsən Lənkəranda, Lerikdə. Lənkəranda getmişdin, göstərmişdi. Lənkəranda da var. Lənkəranda yox. Onda mən gedəndə mənim o arıların ən çox hissəsi hardaydısa, o özləri Astarada göstərmişdi mənə. O belə çoxlu orada kivi ağacları filanları. Orada elə Astaradır, bəli. Mən həm də Lənkərana da gedib baxmışdım. Lənkəranda da var. Lənkəran, Lerik. Bir yazır ki, Elvin bəy, lehdə yazmışam. Əjdaha adında bir nəfər yazıb sənə direktdə xahiş edir ki, nəsə problemi var. Bir baxardınız. Bu izləyici də deyir ki, bax mən yazıram deyir, amma mən bilmirəm nədir. Mən yaşlı bakalenda olan diktorların kimdənsə necə əlaqə yaradım deyir Gülüxan. Gülüxan, valla mən onu yalan deyərəm sizə. Sizi o gün ailə ucuzluqda gördüm. Bəli, orada oluram və həm də orayla əməkdaşlıq edirəm. Bəli, düz görmüşsünüz məni. Dizel avtomobilləri yığışdırılır evin dizel avtomobilləri. Yox, bayaqlar burada da kimsə yazmışdı. Var, elə bir xəbər mən də görməmişəm. Yox, buradan kimsə yazdı. Görək nə var burada. Var, sağ ol. May ayında ödənişdə tam həcmdə veriləcək. Nə ödənişlərlə gedir söhbət? İşlərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinət 2026-cı ilin may ayından etibarən tam həcmdə veriləcək. Söhbət çoxlarının bülletin pula adlandırdıqları ödənişdən gedir. Hüquq müdafiəçisi deyir ki, dəyişikliyə qədər qanunvericilikdə sözgedən müavinətin tam şəkildə ödənilməsi hər kəsə şamil olunmurdu, deyir. İndi artıq hər kəsə şamil olunacaq. Deməli, qanunvericiliyə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət azı 6 ay iş stajı olan şəxslərə şamil olunurdu. Müavinətin məbləği aylıq vəzifə maaşının 2 qatından və ya minimum pensiya məbləğinin 25 mislindən çox ola bilməz. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 gününə qədər müavinət işə götürən vəsaiti hesabına ödənilir. 14 gündən çox olan hissəyə görə ödənişi Dövlət Sosial Müdafiə Fondu qarşılayır. Əgər bir şey başa düşdümsə. Sumqayıtda 2 maşın toqquşdu, 4 nəfər zəhərləndi dəm qazından. Yaşla əlaqədar təqaüdə çıxmışam, deyir Etibar Mirzəyev, Fövqəladə Hallar Nazirliyinin generallarından biri. Qafqaz İnfoya açıqlama verib. 20 ildir deyir söz gedən vəzifədə çalışır. Yaşla Etibar Mirzəyev, Mavin. Mavinlərdən elə o daha çox mediada görünür, belə tanınır. Deməli o da çıxıb. Deyir buna görə də cənab prezidentə böyük minnətdarlığımı bildirirəm. Bundan sonra dövlət başçısının daxili və xarici siyasətini dəstəkləyir və ömrümün sonuna qədər onun əskəriyəm, deyir. Amma yaşlı adam oxşuyur bu, hə? Sağlam Əliyev. Yaşlı adamdır, hə? Yaşdan bağlı çıxıbsa, bilməm, yəqin ki 65 filan da yaşı. Bəli. Yaşlıdır. Diqqət, pullarınızı belə oğurluyurlar. Hardan oğurluyurlar? Kapital Bank və ABB adından zəng gəlir. Hətta bu yalancı zənglər heç də. Bu zənglərin toruna düşənlər də var. İndi 6 onda müavini var imiş Fövqəladə Hallar Nazirinin belə çıxır. 3-ü gedib, 3-ü qalır. Bəli. Əziz izləyicilər, dəyərli izləyicilərimiz, bizim tamaşaçılarımız, çünki həm də siz tamaşa elədiniz bizə. Bəyəndinizmi yayımımızı?
və maraqlı bir söhbət oldusa, bir çox hallarda biz bəzən televiziyaları günahlandırırıq, yaxşı məhsul təqdim eləməmək. TikTokda isə izləyicilərin sifarişi olur da. İzləyici nəyə baxırsa onu da edirlər. Bir də görürsünüz, kimisə məşhurlaşdırırsınız, 10 minlərlə insan onların canlı yayımlarına yığılır. Təbii ki, mən onlar haqqında danışmaq istəmirəm, amma hər halda artıq bunu formalaşdıran siz izləyicilər olursunuz. Siz də təbii ki, baxacaqsınızsa, maraqlı diskusiya, müzakirələr gedəcəksə, biz hər gün sizin qarşınızda olacağıq. Dəyərli Namiq Fərhadoğlu buradadır, Aşıq Namiq. Səidə, bax, sənə bir söz deyim. Cəmiyyətdə düzgün tanınmayan adamlardan biri Namiq Fərhadoğludur, Aşıq. Bəzən çox tənqid olunur, bəlkə insandır da, nəyəsə düzgün çıxış eləməyib, nəyə. Mən onu şəxsən tanıyıram, and olsun Allaha. O qədər ürəyi yumşaq, gözəl, dürüst bir insan. Cəmiyyətdə düzgün tanınmalı adamlardan biridir. Şəxsən tanıyıram deyə, yəni bu haqda deyirəm. Mən bir dəfə də hardasa səhv bir komment bildirmişdim. Məsələn, məni gördü, həyatda belə xəcalət çəkdiyim anlardan biri olub. Bəs Elvin, sən niyə belə bir şey yazdın? Halbuki məsələn Facebookda həmişə onu müdafiə eləmişəm. İndi biraz kəramət onun haqqında biraz zarafatlar eləyib, ya kimsə qoşulub bir-iki dənə xəbər yayılmışdı. Mən Namiqi şəxsən tanıyıram, özünə və ətrafına hörmət edən bir insandır. Bu günlərdə tacirlə onun, indi sən danışma, sən qalmaqala düşərsən. Rəqsan haqqında mən danışdım, sən düşdün sonradan. İndi Namiqlə bu tacirin davası var ha. Mən bilmədim kökü nədir. Bugün sadəcə gördüm ki, Instagramda qabağıma çıxdı ki, Manaf Ağayev bunları 30-durur. Sağ olsun, bax, Manafın özündə çox vaxt... Bəlkə qalmaqal nə qalmaqal idi, onu bilmədim mən. Deyim də, tacir nəsə deyib efirdə. Ümumiyyətlə, tacir Şahmaroğlu sənətkardır, amma axır vaxtlar hansı efirə çıxır, mütləq kiminsə haqqında sənət yoldaşları nəsə deyir. Və Namiq Fərhadoğlu bunu bəyənməmişdi. Mən tacirə baxmamışdım. Namiqin ifşa edici videolar yaydı, faktla ki, belə-belə və tənqid elədi taciri. Biz bəzən gülməyə salırıq ki, Manaf elə bir barondur, cəmaatı barışdırır. Dalaşdırmır ki, barışdırır da. Barışdırır. Onların davası çox pis dava olacaqdır. Çünki Namiq böyük faktları ortaya qoydu. Tacir üçün bilməm, xəbərim var ya yox. Yox, demirəm, baxmamışam deyə bilmirəm. İndi mən bu haqda çox danışmaq istəmirəm, çünki artıq aralarında barışıblarsa həməncədir. Mənim xoşuma gəldi, məsələn, Manaf Ağayevin o hərəkəti. Bir çox hallarda gülürük, deyirik ki, ay Manaf, barışdırdı. Ağayevin xətrini çox istəyirəm. Mən də o videodan sonra çox istədim. Dərhal elədi. İki kişi dalaşırsa, özdə bir-birlərini artıq toxunurdular. Vallahi, axırı yaxşıya getməyəcəkdi. Sağ olsun, and içdi ki, ikisinin də xəbəri yoxdur, çağırmışam və zaten hər bir yerdə bir böyüyün, bir ağsaqqalın olması çox yaxşı bir haldır və mən həmin münaqişədə Namiq Fərhadoğlu'nun haqlı olduğunu düşünsəm də istənilən halda barışığın vacib olduğunu da bilirdim və yaxşı barışdılar. Mən də onu demiyorum, belə gördüm, Instagramda qarşıma çıxdı. Bir də ki, mən bilsən necə, əslində incəsənət adamlarını qınamıram. Çünki aparıcılar o şəraiti yaradırlar. Dünənlərin məsəl üçün o Mikaildir da, gəldim, Mikaildir. Nə olar, tənqid eləmədi onu? Tənqid eləmə onu, çox istəyirəm, mən də dostum. Yox, sən onu çox istəyə bilərsən, mən məsəl şəxsiyyətinə heç nə demirəm. Amma ki, mən bu Zaur haqqında da demişəm də zamanında. ATV-nə qarşı Zaur, düzdür, biz sonra... Yox, o birisi var, mühəllənə birləş yaparam. Zaur. Biz oynan Aləm Qasımovun nəvəsinin toyunda görüşdük, təsadüfən üz-üzə gəldik və çox uzun da danışdıq. Mən onu verilişimə dəvət elədim. O dedi ki, mən verilişə gəlsəm imicdən çıxacağım. Sonra Səidə xanım, mən sizə dəvət edeyim. Dedim, valla mənim üçün problem deyil. Mən eyni fikrimdə qalıram. Məsələn, o dedi ki, mən filan şeylər eləmişəm. Heç kim ondan danışmır. Çünki dedim ki, sən o tərəfdə tanıtmamısan. Zeynəb Xanlarovanı dəvət eləyib. Dünən, bilmirəm, valla kimi dəvət edeyim. Dünənlər Mikailin verilişi çıxdı qabağıma. İndi deyirəm ki, mən artıq incəsənət adamlarını qınamıram. Mikailin verilişi çıxdı qabağıma. And olsun Allaha deyirəm. 2 dənə qadın elə qeybət eləmir də. Az sonra nə oldu? Sən Allah. Elə. Bu kişi aparıcıları, qadınları vurub keçirir. Ancaq qadın temaları. Filan kəs sən filan şey dedi. Nə cavab verərsən ona? Mikail elə şey eləməz axı. Nə elə şey eləməz. Instagramda qabağıma çıxdı. Ya həqiqətən ayıbdır da. Nə olar?
olmaz ki kişidə nə oldu? Qadınlar da eyni temadan danışır aparıcılar. Mesela Zümrüt de eyni şeyi danışsın, Mikail de eyni şeyi danışsın. Zümrütlə Mikailin və yaxud da ki, Vüsalə ilə Zaurun fərqi harda oldu? Mən istəyirəm fərqlənsin də kişi aparıcılar. Qadın söhbətini mən oturub eləyə bilərəm də. Məsəl üçün də doğduğum uşaq kimləndir sualını mən də verə bilirəm. Amma mən bugün tutaq ki, Zaurla Mikail onu yaraşdırıram. Düzdür, Zaur anlaşdı ki, Seyidxan, valla mən o sual, özü başqa sual verin, başqa şeydən danışırlar ki, gündəm olsunlar. O kəssin, bunu paylaşsın, bu kəssin. Arada bunlara da yazın gəlir. Amma şəraiti özləri yaradırlar. Deyirəm, yaratma şəraiti. Sənə bir söz deyim, heç bir halda düşünmürəm ki, məsələn, həmkarlarım haqqında, amma 2 dəfə olub ki, məcbur olub fikir bildirmişəm. Birinə şərhlərdə yazmışam Zaur Nəbioğlu haqqında. Çünki o adama görə nə qədər televiziya söylür. Bir dənə açın istənilən ən yaxşı videosunun altında, indi o sözləri işlətmək istəmirəm, özdə televiziya günündə. Bir də o Nigar Fərhad qızı, məsələn, aparıcı kimi sırındı da. Məsələn, mən onda çıxdım, bir dənə Nigar Fərhad qızı haqqında fikir bildirdim. Zaur Nəbioğlu haqqında isə harada görürəm, öz mənfi rəyimi bildirirəm. Mənfi nəsə olanda da heç vaxt kiminsə haqqında fikir bildirməyə özümə rəva bilmirəm. Amma Zaur Nəbioğlu, vallah onun verilişinin təməli qeybətdir də. Yəni, mən başqa şey görmürəm. 3 müğənnidir hər gün, həftədə 2 dəfə. Onlar çıxır efirə və ancaq o... Ümumiyyətlə, eyni televiziyalarda eyni müğənnilərdir. Bax, gəlsinlər. Space, ARB, ATV, Xəzər, Space, ARB, sonra o da STV-də nə bilim nədir, belə gəzilir. Amma bir şey var ki, o mənə bir şey dedi, orada da haqq qazandırdım. Dedi, Səidə xanım, mən ciddi veriş aparanda, dedi, mən dolana bilmirdim də. Yəni, belə baxıram ki, həqiqətən elədi də. Ki bizdə axı, bax, məsələn, indi bayaqlam yazıblar ki... Bu adama haqq qazandırmır. Yox, məsəl bir şey deyim. Dolanmaq üçün nə qədər lazımdır? Yaxşı dolanmaq üçün. Tutaq ki, 10.000. Sən İlhamə Quliyevanı A'dan Z'yə çağıranda, Zeynəb Xanlarovanın vaxtı ikən çəkmişdin. Sən o pulu qazanmırdın. Nə gözəl layihə. O, amma deyir ki, o sambal layihədən mən pul qazanmamışam. Yəni, mən nə demək istəyirəm? Bəzən həqiqətən də o ehtiyac adamı elə yerlərə sürüklür ki, deyirsən, bax, neyinirəm sambalı? Tutaq ki, arada mən düşünürəm ki, bax, problem işıqlandırıram, tənqid eləyirəm. Evimin ortası 3 ildir tökülüb təpəmə, izləyicilərə də göstərmişəm. Mən bunu təmir eləyə bilmirəm də. Düzdürmü? Və düşünürəm ki, nə oldu? Elə bir dənə mənə qalıb, o haqq ədalət. Namiq bəy də deyirsən bu atam, bilməm. Çıxsan. Yəni, nə demək istəyirəm? Hərdən deyirəm ki, başadan, bu elə tərifləyənlərin altında qəşən bahalı maşınlar da, nə bilim, Bakıda da evləri var, bağları da var, nələr də var. Mən elə azından ölməyə məhkumam bəyəm, mən mütləq azından ölməliyəm, tutaq ki. Belə baxanda bəzən onları da başa düşürəm, amma bir şey var ki, mən sənə deyim, bu ümumiyyətlə mənim fikrimdir. Bir televiziya rəhbəri icazə verməsə, elə aşağı səviyyəli söhbətlərə, sən də televiziyada işləmişsən, mən də televiziyada işləmişəm. Bir televiziya rəhbəri bunu eşitmək və görmək istəmirəm deyirsə, verilişin... Amma bu bir televiziyadan asılı məsələ deyil. Niyə televiziyadan asılı məsələ deyil? Yox, bir televiziyadan asılı deyil. Azər Xəlilov icazə verməsə, ATV-də o bayağı iyrənc söhbətlər geçsin, Zaur o söhbəti heç vaxt eləyəməz. Heç vaxt eləyəməz. Zaur biləcək ki, o işini itirir. Ona lazımdır, işini itirmək lazım deyil. Və yaxud ki, Murad Dadaşov icazə verməsə, tutaq ki, Müsalə Əlizadə heç vaxt eləyir. Düz, mən onun verişini çox incələməmişəm ki, deyim belə. Amma ki, həqiqətən də bu kişilərin filanın bu apardığı verilişlərə belə baxıram. Deyirəm, kişiliyi də bastıra gedirik. Yenə də deyirəm, qadın da eyni temadan danışır, kişi aparıcılar da eyni. Ölənlərin rəhməti. Mən bu məqamda səninlə çox razıyam. Yəni, kişi necə bir qadına elə sualları verə bilərik. Evlidir sənlərin, uşağı necə dünyaya gətirdin, yaxud xına yaxdı eləsinlər orada. Nə bilim, bu necə mümkün olur bilmirəm. Amma hər halda, yəni bir televiziya kanalının məhsulu deyil bu hadisələr. O Zaur Nəbioğlu hamısı bir-birini təkrar. Əlbəttə ki, hamısında var da o problem. Hamısında var o problem. Nə bilməyək, deyirəm, belə qəşəng
Mərsiyə deyən nənələr lazımdır bizim televiziyaları ağlamaq üçün. Elə deyəndə xətirlərinə dəyər. Bəziləri deyir ki, bizi tənqid o edirsə. məsələ var ha. Bayaq dediyim məsələ var Səidə. Əlifçi Ki biraz da elə bil ki bu indi orada tamaşaçı gedir, burada izləyici. Tamaşaçının, izləyicinin də müəyyən bir günahı var. Bir müddət öncə yadıma gəlir də 80 min insan girirdi bir nəfərin canlısında otururdu. Bu ki artıq insanların öz seçimidir və bu sadəcə maraq deyil, psixoloji maraq deyil. Böyük hədiyyələr atılırdı. İndi burada yazıblar, paxıllıq eləməyin. Bura paxıllıq eləyirik. Elvin nə qədər səhifənin izləyicisi var? 792 min. Hə. Məndə də elədir. Mənim 780 mində deyəsən məndədir. Bizim kiməsi paxıllıq eləyən vaxtımız deyil. Bizim özümüz bir televiziyayıq. TikTok'un üzərində bir dənə televiziyayıq. Yəni ona görə o biraz şeydir. Amma ki, məsələ burasındadır ki, hədə izləyicilər də elə şeyə baxmaq istəyir də, qalmaqal, dedikodu. Məsəl üçün, mən gördüm, yenə də canlı yayımda çıxdı qabağıma. İstəyirəm tənqid çəkim, sonra deyirəm ki, yox, mən həmkarlarıma artıq tənqid eləməyəcəm. Düzdür, onlar imkan düşən kimi mənimlə bağlı belə çox iyrənc aşağı sayılı başlıqlar zatlar qoyurlar, xəbər zat paylaşırlar. Nəsə sözüm onda deyil. Bu niyə indi gəldi burada, mən buz oldu, nəysə. Hə, görsən məndəydi, sonra seçsin sənə. Sözüm onda yoxdur. Bu şey var, Ceyran gəlini var idi ya, bəlkə Ceyran gəlini. Nə idi ona? Yenə hər gün ürəyə gedir bu. Aygül bir də... Yo, Aygül yox. O birisi, hə, bildim. Görsən biz... Sən məni kimi baxa biləsən ona. Sən mənim verdiyimi arzu. Yenə ürəyə getdi. Cundu kiminsə üstünə, zadına. Belə özləri nə günə qoyurlar efirdə. Məsələn, mən düşünürəm ki, Zaur Bəxşəliyev onu özünə yaraşdırdı. Amma bir yerə qədərdir də. Yəni bir ay biabır elədik. Ya da yolasa illərlə bir adam biabır eləmək olmazaq. Bir adamın nə qədər ürəyə gedər efirdə. Bu Ceyran xalq artistidir. Qurban olum, sən 70 yaşın var. Get otur evdə. Bir qazan sufu pişir. Otur halal içsə onu. And olsun Allaha, mən nə bilməyim, anam elə ged otur televiziyada, qaynanam zadım gəl. Həydər, sən bir sözün mənə maraqlı gəldi. Bax, bayaq əslində onu demək istədim. Deyirsən, həmkarlarımı tənqid. Mənim üçün o kriteriyadır da. Bir dəfə də səninlə telefonda danışanda dedim. Zaur Nəboğlu yeganə adamdır ki, bax, oyuna özdə üzrə də gəlməmişəm. Amma şəxsinə bir sözüm yoxdur. Onun haqqında fikir bildirməyi, həmkarım haqqında fikir bildirmək kimi qəbul edə bilmirəm. Çünki insan bir, bax, hamı mənim özüm haqqında, bəlkə də orada pis yazanlar da var, yaxşı yazanlar da var. O cümlədən sənin haqqında, o cümlədən istənilən adam. Yeganə adamdır ki, bir adam demir, mən sənə baxıram. Başa düşürsən, və sən yaxşı elədin. Bir adam var. Sən bilirsən o reytingi, o saatda gedən verilişlərin hamısından üstü demək. Onda gəl bir dənə yoxlama edin. Necə baxan yoxdur? Səidə, yox, baxmaq demirəm. Bayaqlarında toxunduğum məqam ayrı. 911 nəfər, səndə neçə nəfərdir indi? 1300. 1300. Namiq yazır, hamı baxır Zaura. Baxmağı demirəm. 1300, 900. 2200 adam Səidədə də yazsın, məndə də. Baxşəliyevdən və ya Ayzaurdan söhbət getmir ha. Nəboğlu aparıcıdır. Nəboğlu aparıcıdır. Hə və yox yazın. Bax, xahiş edirəm. Hə ya yox. Nəboğlu, Zaur Nəboğlu aparıcıdır. Mən sənə deyim ki, Zaur Baxmağı demirəm ha. Ya hə yazın ya yox. Hamı yox. Yoxu artıq TikTok burada rəqəmə çevirdi. 23 nəfər. Bir dənə görüm hə var. Bu adam aparıcı deyil. Bu adam çıxır ancaq qeybət edir. Yox, mən yenə də deyirəm. Bir dənə Zaurdur ki, bəyəm orada qeybət edirəm. Mən Azərbaycanda istənilən aparıcının, hətta istənilən sənət adamının, tanınan adamın, həm də bəyənilən tərəflərini görmüşəm. Mənim fikrim budur ki, yeganə adamdır ki, bunun haqqında pozitiv fikir yoxdur. Bax, 67 nəfər məndə yox yazıb. Səndə? Ona görə deyirəm ki, pozitiv fikir olmasa, aparıcının həqiqətən də qəbul eləməsə izləyici, onun reytingi 4 reyting ola bilməz, 3 yarım ola bilməz. Buradakı izləmirsə, Fatma nənə izləyir də Zauru, Fatma nənənin xoşuna gəlir. Başa düşdün, Fatma nənə oturur baxır, görək bu kim bir-birini qıracaq, kimlik dəlif gələcək. Məsələn deyirəm də, yenə deyirəm, bir dənə Zaur deyir ki, mən demişəm, mən Zauru heç vaxt tənqid eləməyəcəm, daha bundan sonra nəyə görə? Çünki biz keçən də görüşəndə o mənə dedi ki, Səidə xanım, dedi mən 44 günlük vətən müharibəsində. Dedi, sən bilirdin Zaur döyüşür 44 günlük müharibədə. Yox. Zaur özü ilə bağlı mənə elə faktor dedi. Deyirəm ki, sən bunu niyə demirsən ki?
Sənə bir dənə söz deyim. Hə. Səyən. Döyüşüb deyirsən. Hə. Zaur haqqında yenicə adamlardan birisi ki, televiziyada hansısa bir koridorda belə deyə üz-üzə gəlməmişik də, görməmişəm onu, o da mənə görməyib. Amma mən inanmıram. Toyda görüşdüm. Səydə mən inanmıram. Adam qazi ola və bunu reklam eləməyə. Adam nə ilə efirdədir də, nə danışırsan? Deyir ki, mən döyüşmüşəm. Valla mənə elə dedim. Mən dedim ki, gəl bilinməyən tərəflərdə gəl öz kanalıma dəvət eləyirəm səni. Gəl otur danışaq. O dedi ki, sadəcə mən heç bir kanala getmirəm dedi, rəhbərlik qoymur. Çünki dedi mən gedəndə əsl zaur olacam. Mənə dedi bu qəlbə salıblar. Elə ki, şitlik qəlbi deyək də. Salıblar o qəlbə və o qəlbdən çıxmamalıdır. TV rəhbərliyinin istəyi budur ki, məsələn sən bu qəlbin içərisindəsən, sən bu qəlbdən çıxma. Başa düşün, ondan gedir söhbət. Məsələn, mənim üçün də çox yeni idi. Dedim mən o ilə bağlı bir dəfə danışanda onda da izləyici